UX/UI dizaynerlər ən çox hansı səhvləri eləyir? UI elementlərdə davamlılığın pozulması. Tutaq ki, tətbiq dizayn etmisiniz. Onun cəlbedici və yararlı olması üçün vahid bir stilistika əsasında hazırlamalıdır. Rəng palitrası, şriftlər, xətlərin qalınlığı və başqa bir elementlərdə ardıcıllığı qorumaq şərtdir. Hər hansı bir elementin dizaynla fərqləməsi üçün məntiqli bir səbəb olmalıdır. Aşağı kontrast seçimi. Vizual dizaynda kontrast əsas amildir. Aşağı kontrastlı elementlər bir-birinə qarışanda həm oxumaq çətin və sıxıcı olur, həm də istifadəni çətinləşdirir. Kontrastı düzgün istifadə edərək istifadəçini diqqətli yönləndirmək, fərqli bölmələri ayırmaq və elementlərin fonla qarışmasının qarşısını almaq vacibdir. Uğursuz ikon dizaynı. İkonlar dizaynın ən asan hissəsi kimi görünsə də, müasir interfeyslərin ən vacib elementlərindən biridir. Xüsusən də mobil tətbiqlərdə düymələrinin yerini tutaraq funksionallığı artırır. Buna görə də ikonların mənasını aydın çatdıran simvollar seçmək və tətbiq boyu vahid üsluba riayət etmək vacibdir. İkonlar vektor formatında olmalı, eyni xətt qalınlığı və künc radiusuna malik olmalıdır.